Getdik Qubaya. Gəlib çatdıq Qəçrə şəhərinə. Abim burada yarpaqlarla oynadı. Burada arka sokaklar yazılıb. Neyi yazılıb, nəyinə görə yazılıb bilmədim. Bilən varsa qeyd eləsin. Sonra Havin dedi ki, belə burada sürüşmək istəyirəm. Abim yenə sürüşdü, yolumuza davam etdik. Gəlib çatdıq odun peçi olan bir restorana. Möhtəşəm bir mənzərə. Havinin istekleri bitmir, geldi indi yellənecək dedi. Yelləndi. Bu da buranın gece görüntüsü. Dağların arasıyla gelip çatdıq kamp edəcəyimiz yerə. Çayımızı dəmləyib, içdik çayımızı, elə burada da maşında gecələdik. Səhər tezindən durub səhər yeməyi almaq üçün ocağı qaladım. Bu da mənim plasmas turbadan düzəltdiyim stol. Sizcə necədir? Süfrəmizdə düzdük, dağlar qoynunda səhər yeməyi yeməyinin başqa bir ləzzəti. Bu arada onu da qeyd edeyim ki, mənim ad günüm idi, ona görə gəlmişik da ad günümü burada qeyd eləmək üçün. Yorgun deniz tek, nurlu gündüz tek, ince duygumsan yar gel. Benim Yemeğimizi yedikten sonra dedim biraz buranı gezek. şirin ruhumsan yar gel. Vefalarım Bunlarda İsrail'den gelen qonaqlar idi. Çayımızdan içib yollarına davam elədilər. Havin de burada yeni oynamağa Çıkıdı. ve biz artık geri qayıdıq. benden dönsen. Gəlib çatdıq Üçtəpə restoranına. Biz bura bir neçə il əvvəl də gəlmişdik. Yenidən gəldik, bu odun peçi olan kabineti seçdik. Şamlar yandırdıq, üfürdük. Hədiyəmi də aldım. Əsas məsələ hədiyəmi aldım. Tortumuzu kəsib geriyə evimizə doğru qayıtdıq. Sağ olun.